Ha, mənə dedilər ki, indi biz tanıyırıq Pusat Azərbaycandan bütün avtoritetlər, borzakonlar türmədədir, aydın məsələdir, elə deyilmi? Bir dənə ortada olan hələ ki İlham Əliyev tutturub öldürənmədiyi bir dənə Rufo var. Gah deyirlər cənub ölkələrindədir, gah deyirlər Orta Doğudadır, gah deyirlər Rusiyadadır. Ha, bildikdən yəni indi bir adı, sanı olan, tanınan Azərbaycanda Pusat Rufodur, o aydın məsələdir. Ondan başqa ikinci bir o səviyyədə tanınan adam yoxdur. Faktiki yox. Ay Türkiyədə falan kəs var imiş. Ay orada falan. Boş verin. Boş verin hamısını. Yaxşı, sual ortaya çıxır. Bu Rufo deyilsə, Moskvada kimdir cəmaata racon kəsən? O adam deyir ki, mən qabil onun adını desəm, məni bilirsən neyniyərlər? Doğrayarlar. Deyirəm, sən onu mənə denə, onu unitaza soxdurum orada. Adam deyil axı, adam. Yadınızda da bu söhbət olmuşdu bizim efirdə bir müddət bundan qabaq. Yadınızda da? Kimdə Rusiyada sizin belinizi qıran? Kimdir deyin onun anasını dombaldım mən? Kimdir o borzakonluq eləyən? Yenə deyirəm də bir dənə sayılan, seçilən oğlan var, o da Rufodur. Başqa kimdir o avtoritet adından? Kimsə nə rütbə verdi? Kimsə nə bilim buna liqot nə verdi, nə ayırdı? Kimdir o? Bir dənəsin götü varmı erməninin, gürcünün geçsin, raconunu kəssin, ermənidən, gürcüdən patent alsın. Hamısı Azərbaycanların belini qırırlar, millətimizə qənim kəsiliflər. Sizə də deyirəm ki, o adamları mənə deyin adını, familiyasını. Onların götünə stolpa yerdim. Mənə yəni, sadəcə dəhşətə gəlirəm. Sadəcə sizin üzünüzə baxıb, sizin üstünüzə çığırıb, sizi böyle qorxudu bile, arvadınızı elinizden almaq olar mı? Qızınızı. Yox, əlbəttə ki, yox. Niyə qorxursunuz bu götmötdən? Sən desəydin, Moskvada Rufo, mesela tanınmış bir insan belə hərəkət edib, mən inanmazdım, inansam da saygı duyardım. Deyərdim ki, bazardan yığıb, yəqin ki, hansısa bir yenə kimsəsi yedizdiribdir. Amma sən mənə elə bir adam deyirsən ki, onu Moskvanın yarısı tanımır. Bir dənə sən mənə onun adını deyinə, heç olmasa mən yaxşı oğlanlara deyim, yaxşı qardaşlara. Onu bir maraqlansınlar, görsünlər o kimdir, kimin küçüğüydü orada. Moskva deyə, Moskva. 20 milyondan artıq bir şəhərdir. Moskvadır. Canavar kimi Azərbaycanlıların oylağıdır. Ölümdən qorxmayan nə qədər Azərbaycanlı var orada. Bu nədir? Bir dənə deyirsiniz, götü poxlu Azərbaycanlara qənim kəsilir. Nə bilim, kimdir, nəçidir. Mən budur. Mən zəng eləmək istədim. Hətta onun özünün götündən qorxanı idi. Başqa biri vasitəsindən mənə çıxmışdı. Onun da qardaşı. Polkovnik leytinant olubdu. Mənlə bir yerdə olubdu. Onun qardaşı. Dedim, bəlkə o çıxab, ona zəng elədim. O da WhatsApp-ını dəyişibdir. Ay qardaşlar, qorxaq olmayın, qorxaq hər gün bir neçə dəfə ölür. Amma kişi bir dəfə ölür. Bax, bu dəqiqə görürsünüz, mənə hər cürə təsir edirlər, hər cürə təklif edirlər. Mən iradəmdən, mövqeyimdən dönmürəm, dönməyəcəm də. Siz də dönməyin. Mərd olun, kişi kimi ölün öləndə. Sən 100 il yaşadın, ya 50 il yaşadın, 30 il yaşadın, eyni şeydir. Öləndə hamısı eyni lenta kimi qabağından bir dəqiqə fırlanır o vacib həyatda yadda qalan şeylər. Qorxmayın, qorxmayın. Namusunuza təcavüz eləyəni öldürün, fikirləşmədən öldürün. Bax, buradan deyirəm, namusunuza təcavüz eləyəni öldürün, fikirləşmədən öldürün. Azərbaycanda polis yoxdur, Azərbaycanda qanun yoxdur. Bura Almanya deyil, bir dənə arı milçək üçün 40 dənə maddə olar, 40 dənə qanun olur. Qardaşlar, bacılar, görürsünüz ki, gündə 5-10 dənə uşaq qaçırdırlar. Görürsünüz ki, gündə nə qədər orqan alverçisi var. Görürsünüz ki, bunların üzünü də çəkirsiniz, bunların maşını da çəkirsiniz, bunları göstərirsiniz də, tədbir görmürlər. Çünki bütün uşaq oğurluğunun, bütün orqan mafiyasının, bütün narkotik mafiyasının başında Azərbaycanın peysər polisləridir.